إما شاكرا وإما كفورا إنا أعتدنا للكافرين سلاسل وأغلالا وسعيرا إن الأبرار يشربون من كأس كان مزاجها كافورا عينا يشرب بها عباد الله يفجرونها تفجيرا يوفون بالنذر ويخافون يوما كان شره مستطيرا ويطعمون الطعام على حبه مسكينا ويتيما وأسيرا إنما نطعمكم لوجه الله لا نريد منكم جزاء ولا شكورا إنما نطعمكم لوجه الله لا نريد منكم جزاء ولا شكورا صدق الله العلي العظيم اللهم صل وسلم وزد وبارك على رسول الله وآله الأطهار على رسول الله وآله الأطهار صلوات ذكرنا اللهم صل على Muhammed ve Ali Muhammed. Məclisimizdə dəyərli qonaqlarımız, şairlərimiz iştirak eləyir. Bu növbəsində üstadım, dəyərli ruhanimiz, İmamımıza Məscidin Axundu Hacı Həsən Hüseynoğlu'na söz verir. Hacı buyurun, bayramlarınız mübarək olsun Hacı. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahil vahidil ehadil ferdis semedillezî lem yelid ve lem yulad. Ellezî errefena vahdaniyyetehu bi kavlihi ve lem yekun lehu kufuven ahad. Summe's-salatu ve's-selamu ala Resulillah. الذي سمي في السماء بأحمد وفي الأرض بأبي القاسم محمد. اللهم صل على محمد وآل محمد.
وعلى آله الطيبين الطاهرين الأمجاد واللعن الدائم على أعدائهم ومخالفيهم وغاصب حقوقهم ومنكر فضائلهم أجمعين من الآن إلى يوم الدين. Mevlid-i Nebi sallallahu aleyhi ve aleyhi Hatemul Enbiya Hazreti Peygamber aleyhisselamın Mevlud günü vilayet semasının 6. nuru İmam Sadık aleyhissalatu vesselamın Mevludi. Sizlere başta İmam Zaman Ağa Əccelallahu Fərəcəv Şərif olmaqla və sizlərə təbrik ərz edirəm. Bayramımız mübarək olsun inşallah. Mən dünən də bir məclisdə Kənddə Məşəd Kazım məscidində müqəddimədə bu sözü qeyd elədim. Həzrət Peyğəmbər əleyhissalamın əmrlərindən olan adı Quranda keçən amma yaxşı yad olunmayan, yəni Əbu Ləhəbdən söhbət gedir. Əbu Ləhəb kafir olaraq dünyadan getdi. Bu məşhur bir söz var. Əbu Ləhəbin bir kənizi vardı Suveydə. Mən bunu nəyə görə ərz edirəm? İnşallah bu məvludla əlaqədar. Peyğəmbər əleyhissalam dünyaya gələndə bu kəniz, əlbəttə bu nübüvvətin izhar olunmağından 40 il əvvəl hələ Peyğəmbər əleyhissalam dünyaya gəlir, bunun qardaşı oğlu dünyaya gəlir, sevinir. Bu Suveydə kəniz Əhl-i-Sünnə mənbələrində də gedir. Bu var bizim kitablarda da. Peyğəmbər əleyhissalamın anası bir həftə Həzrətə süd verəndən sonra xəstələnir ya südü quruyur. Həlimə-i Səədiyyə, o süd anası, Peyğəmbərimizin süd anası. Amma ona qədər bir neçə gün həmin bu Suveydə də bu kəniz Peyğəmbər Əkrəmə süd verir, bu qeyd olunur. Sözümün canı nədir? Allah əcr versin sizlərə. Xəbər verirlər ki, Suveydə gəlir, xəbər verir, bu kəniz xəbər verir. Əbu Ləhəbə ki, gözün aydın, qardaşının oğlu dünyaya gəldi. Sevinir bu xəbərdən, sevinir, həmin kənizi azad edir. Bəxşiş verir, azad edir. Amma əlbəttə ki, Əbu Ləhəb kafir idi, kafir də dünyadan getdi. Təbbət yəda Əbi Ləhəbin və təbb bərik. Onun qardaşı Əbbas, Peyğəmbər əleyhissalamın digər əmisi. Əbbas qardaşını yuxuda görür. Əbu Ləhəb cəhənnəmə vasil olandan sonra olur. Və bunu danışır Peyğəmbər. Yuxuda gördüm ki, bəli, cəhənnəmdədir. Müşrikdir, kafirdir. Amma Allah 2 dəfə, hər gün 2 dəfə əzabı məndən götürür. Bu duzəxil, cəhənnəmin içərisində öz barmağını çəkilirəm, soğururam, siram olurum. 2 dəfə Allah əzabı məndən götürür. 2 dəfə cəhənnəmdə, müəyyən müddətə. Nəyə görə? Bilirsiniz? Çünki Peyğəmbər əleyhissalam dünyaya gələndə sevindiyinə görə, sevinib, bir kəniz azad edib, pul bəxşiş edib, qəlbi, ürəyi sevinib ki, Peyğəmbər dünyaya gəlib. Əlbəttə, indi o Peyğəmbər, o qardaşı, övladı dünyaya gəldiyinə görə. Bunu nəyə görə ərz edirəm? Əgər bir kafir, bir müşrik cəhənnəmin içində Allahın Peyğəmbərə sevindiyinə görə, Peyğəmbərin mövluduna sevindiyinə görə, əgər Allahın lütfi ona da yetişirsə, indi gör ey Peyğəmbərin ümməti, ey müsəlman, ey Əli ibn Əbi Talibin şiələri, qəlbin Peyğəmbər əleyhissalamın bu mövluduna, İmam Sadiq əleyhissalamın mövludunda sevinirsən, hər il onun mövludunda, gör indi Allahın səni ilə lütfinə olacaq ki. Salavat deyək Peyğəmbərə, Allahümme salli ala. Allah əzr versin, muizə yox, fəqət elə təbrik deyəcəm, amma Həzrətin adının xüsusiyyətləri ki, bir Əbu Harun adında bir şəxs İmam Sadiq əleyhissalamın zamanında oğlu olmuşdu. Həzrət ona təbrik dedi. Dedi, eşitdim oğlun olub. Bəli, təbrik dedi. Adın nə qoymusan? Dedi, Yəbnə Resulillah, Peyğəmbər balası. Adın Muhammed qoymuşam.
Peyğəmbər mərifətinə bax, adı gələndə İmam Sadiq əleyhissalam bu adı eşitcək ayağa qalxdı. 3 dəfə Muhammed, Muhammed. 3 dəfə dedi, ta o cürə ki, hər dəfədə başını aşağı saldı. Mübarək çənəsi az qalır sinəsində dəysin. Peyğəmbər əleyhissalamın adına xatırla. Bu adın ki, madəm Xatəmül Ənbiyanın adını qoymusan, daim ona ehtiram elə. La təzribhu, la təsubbuhu, söymə onu, vurmayasan onu. Bəli, Peyğəmbərin adına xatir. Var belə bir rivayət, bunu da ərz edeyim inşallah. Deyir, qiyamət günü belə bir mənzərə olar. Günahkar. Əlbəttə, hər adı Muhammed olan, məsələn, Əhl-i Beyt düşmənləri də var. Həzrətin adını qoyublar. Söhbət onlardan gedmir. Söhbət elə o ki, Peyğəmbər əleyhissalamın ümmətidir, Həzrət Əli əleyhissalamın vilayətindədir, amma xətaları, səhvləri var. Üzlülük eləyib, üzü istəyirəm. Xəta eləyib, səhv eləyib, günahlar eləyib. Günahkar simasında gəlibdir qiyamət. Deyir, Allah deyər, Summiytə bismi Həbibi, mənim Həbibimin adını daşımısan. Həya eləmədin o addan, günah elədin. İnni ilə əstəhvi ən uəzzibəkə. Mən bugün həya eləyirəm, sənə əzab veririm, o ada xatir. Mən o ada xatir həya eləyirəm, çəkinirəm, sənə əzab veririm. Amma sən həya eləmədin. Bir qalar beynəl cənnəti və nar, cəhənnəm, cənnət, cəhənnəm azı qalar ta uzun illər, ta handan hana o ada xatir, Peyğəmbər Əkrəmin adına xatir Allah Teala əff eləyir. Xatəmül Ənbiya, yeganə adı çəkilən Qur'anda Peyğəmbərlər ki, yeganə Peyğəmbərdir ki, Allah adı ilə ona müraciət eləməyib. Məsələn, və nadeynahu ən ya İbrahim, Həzrəti İbrahim, ya İbrahim, ya Musa inni ənəllahu la ilahə illə ənə, ya Davud, xuzul kitabə bi quvvə, Peyğəmbərlərə adı ilə, ya İsa ilə Məryəm, ey Məryəm oğlu İsa, ey filan şey, ya Musa. Amma ya Muhammed sallallahu aleyhi və aleyhi, yoxdur Qur'anda, yoxdur. Nə var? Eyyuhər Resul, ya eyyuhən Nəbi, Yasin, ya Seyyidəl əvvəlin vəl-axirin, Taha. Bir yerdə, Lə'amrukə, and olsun sənin ömrü və and olsun sənin canıva, Peyğəmbər Əkrəmin canına Allah Teala and edir. Xatəmül Ənbiyanın adının xüsusiyyətlərindən danışmaq olar, onun adının bərəkəti. İmam Sadiq əleyhissalam bu ki, gedin o məclislərə fihi Muhammedin, o məclislərdə Muhammed adında adam var. O məclislərdə ki Muhammed var, o dostluqda ki Muhammed var, o evlərdə ki Muhammed var. Burikə, Allah bərəkət verər. Həzrət bu ki, bir kişinin 4 oğlu olar. Heç birinə mənim adımı qoymasa, cəfani, mənə cəfa edibdir, haqsızlıq edibdir. Və Həzrətin kunyəsi barəsində inşallah deyim, elə hazırlıqsız gəlmişəm bugün, elə təbrik deməkdir inşallah ki, Əhl-i Bey məddahları burada, ruhani qardaşlarım var, təbrik deyəcəklər inşallah ki, Allah hifz eləsin. Bir nəfər İmam Rıza əleyhissalamdan soruşdu, Yəbnə Rəsulillah, ey İmam Rıza, ey Peyğəmbər balası, cəddin Peyğəmbərin kunyəsi Əbul Qasimdir. Nəyə görə ona o kunyə verilib? Həzrət buyurdu ki, Qasim adında oğlu olub, Əbul Qasim, yəni Qasim atası. Qasim atası. Dedi, ya, bu mənim üçün yoxdur. Bu ümumi bir sözdür, dedi. Yəni, hər sözün əhli vardır. Dedi, Yəbnə Rəsul, məni tanıyırsan, mən biraz fərqliyəm. Yəni ki, bu söz mənim üçün dögür, bu ümumi sözdür. Əlbəttə, elə söz var ki, məsələn, bir balaca haşiyəyə çıxın, Əbbasi xəlifəsi, xəlifə Mə'mun lənətullah aleyh. Bir gün məclisdə İmam Rıza əleyhissalama dedi ki, bu nə sözdür? Cəddin Həzrəti Əli əleyhissalam haqqında Əliyyun qəsimun nari vəl cənnə, cənnəti, cəhənnəmi böləndir. Dedi, bu nə sözdür? Cənnət, cəhənnəm əhlin bölən Allah bu söz. Dedi, ey mən, məgər sənin babın İbn Əbbas Peyğəmbərimizdən sallallahu aleyhi və aleyhi nəql eləmir ki, Əliyyun hubbuhu iman və buğzuhu küfr. Dedi, ha, bu var. Əli məhəbbəti imandır, Əlini mömin sevər. Buğz
Onunla düşmən ədavət kafir eləyər. Onun məhəbbəti iman, buğz küfür. Dedi, ha bu yerində. İmanın yeri, müminin yeri haradır? Dedi, cənnət. Küfrün yeri haradır? Dedi, cəhənnəm. Dedi, böldü, bölmədi. Dedi, əhsəntə yəbnə Rəsulillah, ma əbqaniyəllahu bədəkə fid-dünya. Əhsən olsun sənə ey Peyğəmbər balası. Səndən sonra Allah məni bu dünyada saxlamasın. Elə bir gün olsun ki, sən olmayasan, mən o dünyada yaşayayım. O gün olmasın. Məlun zahirən belə ehtiram edirdi. Əhsən, əhsən. İndi evə gəlirlər şiələrdən biri dedi ki, Yəbnə Rəsulun nə gözəl cavab verdin, qəşəng. O məlun da razı qaldı ya. Dedi, bu onun düşünəcəyi qədərdir. Bu cavab ona layiq, yəni onu düşünəcək. Amma həqiqətdə Əliyyun qəsimun nari vəl cənnə, cəddim əmirul müminin Həzrət Əli əleyhissalam qiyamət günü əyləşər sırat üzərində və gələrlər məxluq, deyər ki, bəli, cəhənnəmə xitab edir. Hazırli, bu mənlikdir, bu mənimdir, bunu ilə düşünür. Və hazırləki, bu sənindir götür, o burası sənindir. O cürə bölər cənnət cəhənnəm əhlini, bu ixtiyar var. O cavab ki, Harunun qəbul eləyə biləcəyi tərzdə idi. O da düz dua, amma əl-qərəz tamam edirəm. Ey İmam Rıza, nəyə görə Əbul Qasim? Ki, Qasim adında oğlu olub, ona görə də Əbul Qasim. Dedi, ya, Yəbnə Rəsulullah, qurban olum sənə, bu imamı bir sözdür. Amma mən, bu cavab məni qane eləmir. Burada başqa bir sir də var. Həzrət buyurdu ki, Me'racda Allah Teala Peyğəmbərə sallallahu aleyhi və aleyhi, ya Əbəl Qasim, Allahdan nida gəlirdi, ya Əbəl Qasim. Və Cəbrail soruşdu Peyğəmbərdən, ey Allahın həbibi, heç bildinmi Allah nəyə görə səni Əbəl Qasim adlandırır? Dedi, lima ya Cəbrail, nəyə görə? Çünki Allah belə buyurur ki, əntə ya Resulallah, ya həbibi, təqsimu rəhməti beynə ibadə. Bəndələrim arasında mənim rəhmətimi bölən sənsən, təqsimləyən sənsən, Qasim. Allahın verir İzzəti Cəlalını, Xatəmul Ənbiya, Həzrət Peyğəmbər əleyhissalamın, sallallahu aleyhi və aleyhi, İmam Sadiq əleyhissalamın mövlud gününü bizlərə Allah Teala mübarək qərar versin inşallah. Qəlbimizdə olan Peyğəmbər və onun pak əhl-i beytinə olan məhəbbəti, mərifəti Allah daha da şöylələndirsin, cilvələndirsin inşallah. Bayramımız mübarək olsun. İmam Zaman ağanın zuhuru ilə bugün mövludda şad olan qəlbimizi İmam Mehdi Əl-Cəlallahu Fərəcəf-i Şərifin zuhuru ilə Allah Teala şad eləsin. Əssalamu aleykum və rəhmətullahi və bərəkət. Ya Əli Mədəd, bayramımız mübarək olsun.